Neyse salam. Deyirsiniz ki uzun vloglar çək. Gözəl də məsləhət görür ki, səhifən təzədir. Çox uzun çəkməm. Çalış şostlar atginən. Mən də onun üçün çalışıram ki, atam olardan. Amma yenə də qısa-qısa sizə çəkirəm. Bacardığım qədər. Söz verirəm. Tam, yəni abunəliyi biraz çoxalsın. O qədər sizə maraqlı şeylər çəkəcəm ki, o qədər. Cəmaət nəsə tapmır çəkməyə, məndə isə hansını çəkim onu bilmirəm. Gün ərzində dayanmıram qarışqa kimi. Evdən indi çıxmışam. Saat 1 işləyir, 1-in yarısıdır. Gedirəm hara? Əhmədliyə çəkilişə. Birisi var çöldə, basen havasıdır. Oradan da çıxıb Sakura'ya gedəcəm çəkilişə. Sonra evə gələcəm, uşaqları götürəcəm. Restorana aparacağım. Ona kimi hava biraz sərniyər. Sonra balaca oğlum şey aldırıb təkərli, nə deyirlər ona? Təkərli ayaqqabı. Adını nə gedir ona bilmirəm. Neyse. Onu yavaş-yavaş sürməyi öyrənir. Aparım restorana yemək falan yesinlər. Hava sərin, sonra parkda onu qəşəng sürərlər. Aha, kəməri də keçirməmişəm. Mıy. Gözlüyüm görüm. Kəməri də keçirməmişəm. Kamera çəkəcək. Sonra neyəcəm? Sonra da görəyim yenə də qısa çəkəcəm sizə. Yox, qəşəngsiniz maşallah, aktivsiz. Səhifəni tez atılmağa baxmayaraq yorumunda da çox qəşəng aktivsiz. Çox sağ olun, var olun. Zamanınızı ayırırsınız, baxırsınız, dəyər verirsiniz, yazırsınız. Sizə deyim ki, inanın YouTube'daki yorumları xanımların çox olduğunu görürəm. Burada daha çox meyləndim. Yəni Instagramda falan çox aktiv deyiləm. Hamı görür şey. TikTok'da falan gene onlardan nəsə paylaşmayacağım. Haksızlık olmasın. Burada xanımları daha çox görürəm deyə çox xoşuma gəlir. Neyse, bu istidə gedək. Sizə görə kondisioner kodunu aldım ki, onun səsi fış gəlir. Səsim yaxşı düşməyəcək. Pişdim istidən ona görə də. Dayandırım. Kondisioner kodunu verim gelim. Digər gün neyləsəm hamısını paylaşacağım. Əhmədlinin çəkdiyi indi də yeni gəlmişik Sakura'ya. Bugün qızlar belə bir kombin eləyib giymişəm. Necədir? Sayda makyajdan yenə də. Allah'ım düşdü. İstəyir də heç eləməyi də almıram. Çəkilişə görə məcburamlar. Neyse başlayalım indi çəkilişlərimizi eləməyə. Giymişəm güllü çiçəkli donumu. Neyse indi göstərəcəm. Atmışam minnoşa yanında. Minnoş iş başında SMM qızımızda qaçıb gedir. Sifariş çatdırmağa. Güllü çiçəkli. Kamera necə fırladılar da görünmür. Bu da mən güllü çiçəkli donum. Aldırı paltarlarda bir başqa yaraşıram. Elini Fidan qaçdı. Fidan, yüreğlisi Arzuymuş. YouTube'a çək. Görsən, hə, YouTube'a çəkirəm. Yazıma baxacaqsan da, nə bilmirdi, çəkəcəm. Kay. Ən gözəl, belə çəkilməyəndə utanmayanda xoşum gəlir də. Açılışdı. Sənə də fırladacağım, Səma da çəkilir. Bu da bizim eşəmimiz. Bəli, o videolarımızı şəhanə yaradan xanım. Başladım. Gəl, vlog çəkir. Verdim kameranı size. Samirə. Mehriban kardeşim oldu böyle. Sürpriz yumurta. Al beni delirт beni. Hello. Çok mehriban kardeşimdi. Görüşürüz. Çok efendim. Hamıdan. O ne söyle? Şaka zarafası çok mehribanlıq. Elə qorxursan. Çok. En yaxşı mehribançı benim. Neyse kızlar, Sakura'nı çəkdim, bitirdim. Gedirəm maşını saxlamışam, göstərəcəm harda. Nərsiniz ki, bir
maşına oturanda Tom üzerində ciyirlirim. Elə eləyəcəm də, yəni günlüyünə qoysam yenə də xeyri yoxdur. Ne qədər isti olur ki. Gerçekten derecede gözlücüm yerində. Əvvəllər maşına qədər uzaqda saxlayıb gəlirdim. Sonradan bilmişəm ki, burada maşını çəkmirlər. Başlamışam yaxında saxlamağa. Bu hələ mənim nə qədər irəli atır. Düyüyü də qoşmuşam. Oradan avtobus qardaş gəlir. İndi mən vurub gəbərdəcək. Ay, yandım Allah. Sideni de kızır. Güneş vurup. Neyse. Çok iyi size. Demek ettim indi. Şimdi gidirik hara. Çekişimiz bitti. Gidirik oğlusunu götürmeye. Arkadaşlarını da götürmeye. Aparımlara deyir ki, sifarişine bakmana. Hani uşaqlar başqa. Mən deyir, sakit restoran aparmayın. Mən deyir, çox adam olan restoran aparmayın. Bir de deyir, həyatdakı şef restoranlar, bir de deyir, Saşa Türkmen şef restoranı aparırsan. Bir hər gün görürük, hər gün bir qəşəng restoran. İstəklər, maşallah olsun. Mənim də oyunum olacaq bu istekləri eləmək. Gidin götürüm uşaqları, aparım, nasıl sizi çəkəcəm. Qısa dediyim kimi, böyük bir şeylər çəkəcəm, amma qısa hərəsindən biraz çəkəcəm. Məlumatınız olsun. Buradan vurur. Kanserin düzde koşmuşam. İnansız yuxlayıram da. Maşını gücünə sürmüşüm. 5 dəqiqə evdəyim. Birlikdə çıxdıq. Neyse, bir ıskımı Gidik evə. Şeytan bir yıxılayat. Siz də belə olursunuz. Doğumda inansız həm də yorğunum neçə bir ıslamak edirəm. Yorumdan bir yazmazdım. Sonra da altıda zərəfləsin salona gitmeliyim, değiştirmeliyim. Koleksiyon olmalı. Sonra da restoran edebilmeyeceğim. Masaya gitmeliyim. Neyse. Burada bizim evimiz. Yazmışsınız ki ev vlogu. İnşallah muhtemelen rahat makyaj vlogu yazmışsınız. Ev vlogu yazmışsınız. Hamısını çekeceğim yavaş yavaş. Hadi. Simuk Lisey gəldikdə Gəziyə qırıbsın şarkılar qəbul davamıdır. Qəbul məktəbə qədər 8-ci sinif nəsə. Bir də 8-ə 8 dərsən düşürsün. 9 sifayət içərdə var, qoşurlar. İfada verirlər, mən də gəlməyim də işləyirlər. Uşaqlı qızlar, mən sizə bir dərs satırım istəmirsiniz. Ciddən deyirəm, bir əsas mahkəmə üzrəyirlər, yalanla qalmır. Allah! O, səsini verir mi? Sağ ol, ayılırsa. Ev çubuğları çəkəmirəm, konsertdir burada hal-hazırda. Siz çəkə bilmirəm onları. Çantamı qoyuram. Uşaqları da götürdüm. Kəsə də bilmirəm. Götürdüm, getdik. İndi. Anım qoyuram bura. Aşağı bir maşın uşaqdan heç bir geçə bilmirəm. Ay can. Nəyə qağızmaq istəyirsən, söyle. Deməli paltarımı dəyişdim. Şuna uşaqlarla çıxanda uzun paltar çalışıram. Belə geyinimdə. Ev davamını qısa çox şeylərə üstünlük verirəm. Bu arada Akşehir'de bir mekan var. Adı ne gelir? Böyle. Neyse burada çok olmuş ama adı bile yadımda kaldı. Burada çok işler eləmişim. Game'lerin bir çoxunu çəkilişim bu mekanda eləmişim. Çölde paylaşacağım, bakarsınız. Ona göre buradan seçtim ki burada yesinler, içsinler, turtlarını kesək. Sonra park var burada. Parkın içində bir ayaqqabısını sürsün, bir ayaqqabısını sürsün, uşaqlar oynasınlar. Üstünün təmizliyini o qədər bəyənirəm ki. Elə bir dənə otaq. Birdən baxın. Hələ buradan bir qoxu gəlir, gəl görəsin. İnşallah öz evim olsun, bax mən də belə yesinə hazırlamalı, bax beləncələ. Çox xoşuma gəlir, səliqəli. Bu da baxın, buranın parkıdır. Orada mənzərələr o qədər qəşəng, oynamalı uşaqları gəzdirməyə yer var ki. Buradakı belə açıq havanı seçdik. İçəridə var sərin. Biz açıq havanı seçdik. Neyse çocukları çəkə bilmirəm zaten. Belə yiyək, tortumuzu kesək, gidəcək orada oynamağa, çəkəcəm oranı. Maksimum sizə uşaqların ayağını göstərə bilərəm. Tam görsə də bilmirəm. Gəlmişik, neysə oturmuşuq. İyilər. Maksimum belə göstərə bilirəm. Bir
Bir də ətrafı göstərə bilirəm. Bu parkı belə ətraflı göstərdiyim, baxın, uşaqlar üçün sürüşkən var, orada fontan var. Yəni əylənməyə, uşaqların gəzməyinə, oynamağına çox rahat yerdir. Hələ bu bir tərəfidir. Deyim ki, sizə Nizami Parkı gedir. Deyim ki, bunun ucu-bucağı yoxdur. O tərəfdə göl var, piknik eləmək üçün stollar var, yaşıllıqlar var. Yəni bir qismini çəkirəm. O qədər gözəl yerdir ki, uşaqlar burada da oynadı, əyləndi. Təbii ki, çəkəmirəm heç birini. İndi də gedirik evə. Yuxarıda da göstərəcəm parkın. Burada çıxışıdır. Uşaqları maksimum belə arxadan göstərə bilər. İnanırsınız, bitdim mən. Aha, 5 dənə uşağı çıxartmışam çölə. Dəhşət dərəcədə yoruldum, bitdim. Günü belə tamamlayırıq. Gedirəm evə. Gedim qəşəng duşamı, biraz istirahat edeyim. Ziddən bitdim. Burada da sizə hələ deyirəm. Gecəniz xeyrə, yoruma da hər şeyi yazırsınız. Ay, bütün fikirlərinizi, iraqlarınızı bildirirsiniz.